Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə 7-ci sinif testindən bakteriyalar göbələk şibyə mövzusundakı bir variantının izahı ilə qarşınızdayıq. Birinci sualımızda soruşur ki, şəkildə göstərilən göbələyin quruluş hissələrini qeyd edin. Birinci hissə bunun papağıdır. Baş hərfini yazacağım. İkinci hissə isə onun kötükçüyü adlanmış olur. Açar sözlərindən istifadə edərək mətni tamamlayın. Biz bunu nömrələyəcəyik, yerinə rahat qoya bilərik. Şibya talomu, qabıq qatı, bu iki yazırıq bura. Qabıq qatı sıx dolanmış göbələk iflərindən əmələ gəlir. Fotosintez prosesini həyata keçirən yosunlar şibya talomu üzvü maddə ilə təmin edir. Göbələklər şibyəni qeyri-üzvü maddələrlə təmin edir. Şibyələr turşu ifraz edərək qaya suxurlarını əldə edir. Deməli, tülkü qulağı göbələyi nəyə aiddir? Lühəcikli göbələk. Ağ göbələk borlu göbələklərə aiddir. Borlu göbələyə aiddir. Şampinyon göbələk lühəcikli göbələklərə aiddir. Solğun əzvay göbələk isə o da lühəcikli göbələklərə aid olunur. Sonra bizdən soruşur. Bu isə keçirik də. 4. Sxemi tamamlayın. Avtotrof bakteriyalar yaşıl, qırmızı, sonra siyanobakteriyalara deyə bilərik, dəmir bakteriyaları, bir də siyanobakteriyalar. Bunu yaza bilərik. Sonra maya göbələyi, qanunları pozan sözü müəyyən edin, səbəbini izah edin. Burada qanunları pozan maya göbələyidir. Qalanları, bu saprofit göbələkdir. Qalanları çovdardır, pastır, sürmədir, qovdur. Bunların hamısı isə parazit göbələklərə aiddir. Sonra deyir ki, talomun simbiyoz şəkildə yaşayan iki orqanizm heterotrof göbələk və avtotrof yosundan ibarətdir. Bu canlı üçün səciyyəvi olmayan xüsusiyyətləri qeyd edin. Səciyyəvi olmayan xüsusiyyət toxumla çoxalır. Xeyr, göbələk ara toxum ara yoxdur. Bir toxuma xüsusiyyəti. Birinci, talom qabıq qatı göbələk iflərindən ibarətdir. Bəli. Talom daxili mitsellər olur. Bəli. Sonra quraqlığa davamlıdır. Bəli. Xüsusi toxuma və orqanlara malikdir. Xeyr, toxum orqanlar yoxdur. Bitkilərin bitməyən yerlərdə ilk məskunlaşan orqanizmlərdir. Bəli. Açar sözlərdən istifadə edərək sxemi tamamlayın. Deməli, papaqlı göbələk, kif göbələyi. Birinci, bunları nömrələyək, rahat olsun deyə. 2, 3, 4, 5, bu da 6. Deməli, biz buradan papaqlı göbələklərə aid olan, papaqlı göbələklərə aid olacaq milçək qıranı, yəni 2, sonra şampinyon 3, sonra solğun əzvay 4, sonra yağlı göbələk 5. Kif göbələklərinə aiddir ki, mukor 1, bir də pensilin, bu da 6. Sonra 8-ci sualımızda nə soruşur bizdən? Siyanobakteriyalar heterotrof bakteriyalardan fərqləndirən əsas xüsusiyyətlərini qeyd edin. Üzv maddələr sintez edə bilmir. Heterotrof bakteriyalardan. Sonra ətraf mühitə oksigen qazı ifraz edir. Biri budur. Fərqləndirən xüsusiyyətin biri ətraf mühitə oksigen qazını sintez etməsi, günəş enerjisindən istifadə etməsi, bir də xlorofilə malik olması, bu da aiddir. İstifadə etmir, xeyr, bu. Digərini fərqləndirən ətraf mühitə oksigen qazını ifraz etməsi, günəş enerjisindən istifadə olması və xlorofilə malik olmasıdır. 9-da şəkilə əsasən düzgün olmayan ifadələri qeyd edin. Buradan biz düzgün olmayan ifadələri qeyd edirik. Bir sporlu ağacları zədələnmiş yerlərinə düşərək mitsel əmələ gətirir. Düzdür. Ağacın üzvü maddələri ilə qidalanır. Düzdür. Bor şəkilli göbələkdir. Düzdür. Lühə şəkilli göbələkdir. Xeyr, bu düzdüyün deyil. Sonra çoxillik meyvə cismi at dırnağına bənzəyir. Düzdür. Yeməlidir. Xeyr, zəhərlidir. 10-cu sualımızda soruşur. Sporla çoxala bilən orqanizmlər müəyyən edin. Bir göbələkdir sporla çoxala bilən. Qatır quyruqlar da sporla çoxala bilən. Göbələklə qatır quyruğudur.
Bir də mamurlar. Mamurlar da sporla çoxalır. 2, 4, 5. 11-ci sualımızda nə soruşur? Fototrof və xemotrof bakteriyalar avtotrof adlanmış olur. Sonra 12-ci sual. Tumurcuqlama yolu ilə çoxalan bakteriya, biz bilirik ki, maya göbələyi tumurcuqlanma yolu ilə çoxalan göbələyi, biz bilirik maya göbələyi tumurcuqlanma yolu ilə çoxalır. 13-cü sualımızda nə soruşur bizdən? Eyler-Venn diaqrama uyğun bəndi müəyyən edən siyanobakteriya, bir də yeməli tülkü qulağı. Birinci siyanobakteriyaya aid olan xüsusiyyətləri seçək. Sonra isə tülkü qulağına aid olan fototrof olması, bir də bir hüceyrəli olması siyanobakteriyaya xas xüsusiyyətdir. Yeməli tülkü qulağına xas olan xüsusiyyətlər isə papağın kənarı dalğalı olur. Bir də saprofit orqanizmdir. 1, 3, bir də 6 buna aiddir. Hər ikisinin üçün ortaq xüsusiyyət bir hüceyrə sitoplazmadır və plazmatik membrana malik olması. Bir də orqanizm maddə mübadiləsinin getməsi. Bu da uyğun gəlir B variantına. 14-cü sualımızda nə soruşur? Çox nüvəli hüceyrə hansı göbələk üçün səciyyəvidir? Biz bilirik ki, mukor göbələyi çox nüvəlidir, B variantı. Şibyə orqanizmdə göbələk hansı strukturun, hansı funksiyanı yerinə yetirir? Şibyə orqanizmdə ümumiyyətlə yadınıza saxlayın ki, göbələklər su və suda həll olmuş mineral duzları yosundan təmin edir. Yosun isə fotosintez prosesi gedir. Bu da C variantına uyğun gəlmiş olur. 16. Taxıl bitkilərində parazitlik edən göbələk, taxıl bitkilərində parazitlik edən göbələk sürmə ilə pasdır. Burada da sürmə göbələyi var. Şibyə orqanizmində yosun hansı funksiyasını yerinə yetirir? Və yaxud dedik ki, fotosintez zamanı üzvü maddə əmələ gətirir. Əlverişli şəraitdə 12 saat ərzində bir bakteriya hüceyrəsində maksimum neçə nəsil əmələ gəlir? Biz bilirik ki, 1 saatda 3 nəsil əmələ gəlirsə, 12-ni vuracaq, 3-ə neçə eləyəcək? 36. 36 nəsil əmələ gətirmiş olacaq. Parazit göbələkləri müəyyən edin. Parazit göbələk sürmə göbələyidir. Sonra qov göbələyidir. Sonra çovdar mahmızı göbələyidir. Yəni 1, 3, bir də 6 parazit göbələklərə aiddir. Papaqlı göbələklərə 1. Papaqlı göbələklərə aid olacaq solğun əzvay. Sonra 2-yə kif göbələyinə aid olacaq mukor. 3-ə aid olacaq parazit göbələyə bir sürmə aid olacaq. Bir də çovdar mahmızı da parazit göbələyə aiddir. Bu qədər, diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.